Salam, xoş gördük hər kəsi. Bugünkü videoda müasir gənclərimizin milli dəyərlərimizə olan münasibəti ilə bağlı kiçik bir fikir paylaşımı etmək istərdik. Yaşlı və nisbətən orta yaşlı nəslin nümayəndələri belə düşünürlər ki, gənclərimiz getdikcə milli dəyərlərimizdən uzaqlaşırlar, soyuq münasibət bəsləyirlər. Yaşadığımız həyat, texniki, iqtisadi inkişaf və buna uyğun olaraq da sosial həyatımızda baş verən dəyişikliklər də gənclərimizin düşüncə tərzinə müəyyən təsirini göstərir. Belə ki, gənclərimiz getdikcə sosial media platformalarından, internetin digər imkanlarından daha geniş istifadə edirlər ki, bu da digər xalqların həyat tərzi ilə daha yaxından tanış olmalarına səbəb olur. Belə ki, digər xalqların həyatlarına məxsus fərdiyyətçilik, azad seçim, daha açıq-saçıq həyat qəlibləri, həyat tərzi qəlibləri ilə tanış olurlar və bu da onların dünya görüşündə müəyyən bir fərqliliklər yaradır. Və buna uyğun olaraq gənclərimiz ənənəni sanki dar qəfəs kimi görürlər və ənənənin müəyyən qınaqlarını, qadağalarını da qəbul etmək istəmirlər. Məsələn, ailə həyatı ilə bağlı seçimlərə, geyimlərə, peşə ilə bağlı seçimlərə, kişi-qadın münasibətlərinə olan müəyyən qınaqlar və qadağalar onlarda sanki müəyyən aqressiya yaradır. Bundan başqa digər səbəb şəhərləşmə ilə bağlıdır ki, insanlar son dövrlərdə kəndlərdən daha çox şəhərlərə köçürlər, şəhərlərdə olan insanların sayı getdikcə artır və buna görə də gənclərimiz daha çox şəhər həyat tərzinə uyğun şəkildə yaşayırlar. Nənələrdən, babalardan, kəndlərdəki mərasimlərdən və digər ənənələrlə bağlı digər məsələlərdən uzaq düşürlər. Belə ki, biz gənc yaşlarımızda ənənəni daha asan qəbul edirdik. Ənənədə olanları olduğu kimi gələcək dövrlərə, gələcək zamana daşıyırdıq. İndi isə gənclər ənənə ilə bağlı bir çox məsələlərə aqressiv şəkildə tənqidi yanaşırlar. Qadağanın, qınağın və digər şeylərin səbəbləri nədir? Doğrudur, araşdırmaq çox yaxşı bir şeydir, amma bunu bir qədər sevgi ilə etsək, sanki özümüzə aid bir məsələni araşdırırmış kimi etsək, mənə elə gəlir ki, bu ənənəyə də münasibətin daha düzgün istiqamətə yönəlməsinə səbəb olar. Çünki biz özümüzə doğmaları, atamızı, anamızı, ailəmizi, qardaş-bacımızı, özümüzdən olan insanları bütün xüsusiyyətləri ilə, mənfi və müsbətləri ilə sevirik. Ənənə də bizə doğmadır. O bizdən qopa ayrıla bilməz. Və buna görə də ənənədə əgər hər hansı bir məsələyə müəyyən qadağalar və qınaqlar varsa, bunun sevgi ilə səbəbini axtarmaq, görəsən bunun kökündə nə var, nə üçün ənənə bunu qadağan eləyibdir? Bu şəkildə araşdırmaq daha doğru olardır. Bundan başqa, gənclərimizin internetin imkanlarından daha geniş istifadə etmələri, internetə, kompüterlərə, telefonlara daha çox vaxt ayırmaları onları canlı ünsiyyətdən də uzaqlaşdırır. Belə ki, onlar evdə ailə üzvləri ilə, valideynləri ilə əvvəlki kimi canlı şəkildə ünsiyyət qurmaqdan çəkinirlər, ünsiyyət qura bilmirlər. Bütün bunlar təbii ki, bizim müşahidə etdiklərimizdir, bizim düşüncələrimizdir və bu düşüncələr müəyyən mənada subyektiv xarakterdə daşıya bilər. Məhz buna görə də bu kimi məsələləri araşdırmaq üçün gənclərimizə üz tutacağıq. Müasir gənclərimizin nə düşündüyünü, həqiqətənmi onlar ənənədən uzaqlaşırlar, həqiqətənmi dəyərlərimizi sevmirlər? Yəni, müasir gəncliyimiz bu haqda nə düşünür? Növbəti videolarımızda biz müasir gənclərimizin fikirlərini sizə çatdırmağa cəhd edəcəyik. Təşəkkürlər.